Mənim bir dostum var, məni Qarabağ çağırır. Bu səbəbi mən həm yazıçıyam, həm şairəm, həm aktyorluq sənəti ilə məşğulam. Eyni zamanda da belə inşaat sahəsində də məşğulam. Milli yoxsa dəbli geyinmək? Düşünürəm ki, məkana və zamana görə geyinmək daha yaxşıdır. Yəni, hal-hazırda milli geyimlərlə gəzmək elə bilirəm ki, bir o qədər normal qarşılanmaz. Hamı maraqla qarşılayar əslində, amma normal qarşılanmaz. Ona görə də elə bilirəm, dəblə geyinmək daha yaxşıdır. Hansı öndədir? Ailə qurmaq, yoxsa karyera? Ailə və ya karyera. Hər ikisi deyərdim. Müəyyən bir yaşa qədər sırf karyera sahəsində addımlamaq və zamanı gələndə sevərək ailə qurmaq. Ailə. Sevmək, yoxsa sevilmək? Çətin sualı. Sevən adam bir atəşə yanan pərvanə kimi bir şeydir. Nəticədə sevən yanır. Sevilmək isə hər iki halda gözəldir. Çünki bir var sən yanasan, bir var sənin üçün yanalar. Amma hər ikisi olsaydı daha gözəl olardı. Çay, yoxsa qəhvə? Qəhvə. 40 il xətir var deyirlər. Mən biraz kofaya bağlılığım var. Bütün yorğunluğu, bütün stresi kofe götürür məndə. Yəni çayla bir o qədər aram yoxdur. Halbuki Azərbaycan xalqı biraz çaya meyilli olur. Amma kofe deyirəm. Avtobus, yoxsa təyyarə? Düşünəndə ki, ayağımız yerdən kilometrlərlə uzaq olur. Təyyarə deməzdim, avtobus deyərdim. Qarlı, yoxsa günəşli hava? Mən qarı sevirəm. Biraz isti ilə aram yoxdur. İsti sevən deyiləm. Qarlı hava deyərdim. Amma o qarlı havanı da təbiət qoynunda daha çox sevirəm. Yəni, hər halda Bakıya qar yaraşmır. Köçəri, yoxsa oturaq? Əlbəttə ki, köçəri həyat. Mən gəzməyi sevirəm. Yəni, imkanım olsa, kiçik bir əl çantası mənə bəs edir ki, bütün dünyanı gəzim. Başqa dərdim qəmim olmasın. Dünyanı kəşf edeyim. Keçmişə dönmək, yoxsa gələcəyə getmək? Keçmişə dönməzdim. Yəni, bizdə insanların əksəriyyəti keçmişə daha bağlı olur. Amma bildiyim bir dənə şey var. Keçmişi gələcəyə daşımaqla sadəcə həyatını çətinləşdirə bilərsən. Çünki bəzən keçmişdə acı xatirələr də var. Əgər gələcəyə əmin addımlarla addımlamaq istəyirsənsə, keçmişi gələcəyə daşımamalı, özünə yük eləməməlisən. Mən gələcəyə gedərdim. Ət, yoxsa tərəvəz yemək? Hər bir halda tərəvəz. Mən meyvə, tərəvəz, əslində belə deyim də, orqanik qidalara daha çox üstünlük verirəm. Biraz ətcanlı deyiləm. Sağlam yaşamaq, sağlam qidalanmaq üçün hər bir halda tərəvəz deyirəm. Çünki mənim vaxtilə 132 kilo çəkim var idi. Hal-hazırda tərəvəz yeməklə 85 kiloya qədər düşmüşəm. Əlbəyaxay, yoxsa silahla? Düşünürəm ki, söz yox, dövrə görə hər şey dəyişir. Biz silahla döyüşmüşük Qarabağ uğrunda, amma insanın ürəyini, cəsarətini elə bilirəm hesablamaq üçün əlbəyaxa döyüş. Can sağlığı, yoxsa var-dövlət? Var-dövlət gəldi gedərdi. Amma can sağlam olandan sonra varı da qazanmaq olur, dövləti də. Varın dövlətin olmasa olsun, canın sağlam olmasın kimə lazımdır? Yad planetli ilə rastlaşsaz, qonaq edərdiniz, yoxsa qonaq gedərdiniz? Elə bilirəm ki, qonaq gedərdim. Dünyada hər şeyi görmüşük. Nəyin nə olduğunu bilirik. Yad planetini də gətirib, yəni fani eləməyin mənası yoxdur. Gedərdim yad planetinin, belə deyim, yaşadığı planetləri ziyarət eləməyə. Birlikdə, yoxsa tək başına işləmək? Komanda işi hər bir halda gözəldir. Amma mən çox vaxt tək işləyirəm. Çünki müəyyən fikirlərim var ki, ona müdaxilə olmasını sevmirəm. Ona görə tək işləmək. Dostlar, yoxsa qohumlar?
Dostlar. Qohumlar hər bir halda əmi oğlu əmi oğludur, xala oğlu xala oğludur və s. Amma dostu çətin gündə tanıyırsan. Daha doğrusu dostu qazanmaq asandır, dostluğu qoruyub saxlamaq çətindir. Düşünürəm ki, dostluq. Musiqi yoxsa rəsm? Hə, mən musiqi sevənəm. Eyni zamanda biraz rəssamlığım da var. Amma bütün çəkdiyim rəsmləri hamısı musiqi sədaları altında çəkmişəm. İndi mən necə seçim edeyim, ikisinin ortasında qalıram. Rəsm. Gecə yoxsa gündüz? Gecə. Çünki bəzən görmək istəmədiyimiz hər şeyi gecə örtür. Mən gecələri daha çox sevirəm. Çünki yazdığım şeirləri, yazdığım yazıların hamısının belə deyim, zamanına, vaxtına baxsa hamısı gecə yazılıb. Çünki insan gecə daha çox özü ilə qala bilir. Ox, yay yoxsa tüfəng? Biraz maraqlı olsun deyə ox, yay. Çünki bizim əcdadımızın bizə əmanətləridir. Düşünəndə ki, Azərbaycan xalqının keçmişi, Azərbaycan torpaqları əvvəl oxla, yayla, qılıncla qan bahasına əldə olunub. Düşünürəm ki, müasir silahları kənara qoyub ox, yaya keçmək lazımdır. Foto yoxsa video? Foto deyərdim. Çünki fotolarda gələcək nəsillərə daha çox qalır. Gələcək nəsillər o fotoya baxanda çox anlam yükləyə bilirlər, çox məna yükləyə bilirlər. Video isə mən həmən videoda, məsələn, bu çəkiliş zamanı nə danışıramsa, hər kəsə bəllidir. Amma gələcək nəsillər vaxt gələr bu danışıqları, hər hansı bir nəyisə anlamaya bilər. Amma fotolar belədir ki, istənilən mənanı yükləmək olur. Birisi nəyə bənzəyir? Mahnı oxunur və musiqi var. İstənilən musiqiyə qulaq asanda sizin fikirləriniz, xəyallarınız istənilən yerə yönələ bilir. Amma o musiqinin içində söz varsa, oxunursa, siz avtomatik olaraq o sözlərin mənasına yüklənirsiniz. Azad olmursunuz, siz yönləndirirsiniz. Ona görə də foto. Şərq yoxsa qərb? Şərq. Vaxtilə biz layihəmiz də olub, Şərq ulduzu. O yadıma düşdü. Şərq deyirəm. Kitab oxumaq yoxsa film izləmək? Kitab oxumaq. Hər bir halda kitab oxumaq. Mən indi də gənclərdə görmək istədiyim şeylərdən biri kitab oxumalardır. Metroda təsadüfən hər hansı bir gəncin, hər hansı bir vətəndaşın kitab oxumasını görəndə xoş təəssürat bağışlayır mənə. Kitabın bir gözəl bir qoxusu var. O qoxunu heç nəyə dəyişmərəm mən. Göyün üzü yoxsa suyun dibi? Hər bir halda biz balıq deyil, quş da deyilik. Amma göyün üzü. Çünki biz həmişə dua eləyəndə əllərimizi Allaha qaldırırıq. Hərçənd ki, Allah hər yerdədir. Amma bizim həmişə əllərimiz səmaya açılır. Ağıl yoxsa qəlb? Qəlb çox vaxt insanı anladır. Çünki qəlbimizlə, duyğularımızla düşünəndə çox vaxt bilərək uçuruma gedirik, bilərək səhvlər edirik. Ağılla, məntiqlə hərəkət edəndə isə hər bir halda uğur bizimlədir. Səhv yollara addım atmırıq. Amma nə yaxşı olardı ki, qəlblə ağıl həmişə eyni fikirdə olsun. Dağlar yoxsa dənizlər? Dənizlər deyərdim. Çünki şəxsən özümdən götürürəm. Mən çox vaxt tək qalmaq istəyəndə, biraz stres atmaq istəyəndə, hətta meditasiya eləmək istəyəndə dəniz kənarına gedirəm. Çünki dəniz dalğalarının bir frekansı var, o səs frekansı var. Mənə daha çox huzur verir. Uzaqdakı yaxın yoxsa yaxındakı uzaq? Elə bilirəm bu sualın arxasında əsl sevgi dayanır. Çox vaxt yaxınımızdakılarımızı sevə bilmirik, amma sevdiyimiz nə qədər uzaq olsa da bir o qədər bizə yaxın olur. Ona görə də ki, uzaqdakı yaxın. Varlıqlı olsaydınız, şəhərdə yoxsa kənddə yaşamağa üstünlük verərdiniz? Kəndə qaçardım. Amma bir şərtlə ki, bütün dostlarım yanımda olsun.
Mən dostcanlıyam. Hər bir halda dəvətimi qəbul edib tez-tez məni ziyarət eləsələr kənd deyərəm. Gözləmədiyim suallarla qarşılaşdım. Çox gözəl idi. Biraz sarısına toxundunuz müəyyən suallarla. Təşəkkür edirəm.